Klassik Xalq Cəbhəsi Partiyasının sədri sabiq deputat Mir Mahmud Mirəlioğlu'nun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatı məlum olub. Qaynar infonun məlumatına görə Mir Mahmud Mirəlioğlu'nun qardaşı Mir Fəyyaz Fəttayev açıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib. Kim nə yazıb bilmirəm, hadisə qəfil bir anın içində baş verib. Müşfiq bibisi oğlunun avtomobilində olub, ikincinin bacısını kursdan götürməyə gedirlərmiş. İşıqfordan maşın dayananda bibisi oğlu onu səsləyib. Səs gəlməyəndə baxıb ki, Müşfiq özündə deyil. Maşını kənara çəkib saxlayıb, nə qədər süni nəfəs veriblər, nəticəsi olmayıb. Tez uşağın atasına zəng ediblər, aparıblar xəstəxanaya. Həkimlər onu 27 dəqiqə həyata qaytarmağa çalışıblar, amma mümkün olmayıb. Mir Fəyyaz Fəttayev Müşfiq Fəttayevin səhhətində heç bir problem olmadığını əlavə edib. Bugünə kimi onun bir yeri belə ağrımayıb. İdmançı idi, sapsağlam. Qeyd edək ki, Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi Müşfiq Fəttayev qəfildən dünyasını dəyişib. Müşfiq Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mir Mahmud Fəttayevin nəvəsidir.